Hamınıza salam dostlar. Bu videoda Xiaomi Redmi Note 14C telefonu incələyirik və həmən başlayaq dostlar. İlk əvvəl dostlar, bu telefonun dizayn haqqında mən məlumat vermək istəyirəm. Baxmayaraq ki, bu telefon 200-300 manat civarı arasında dəyişir. Amma arxa tərəfdən həqiqətən yaxşı bir simmetriyası mövcuddur. 2 kamera, 1 LED, bir də boşluq olan bir yerdə 50 megapiksel yazısı var. Amma arxa fonunda qəşəng görünüşə sahib telefon. Təbii ki, çərçivəsi də plastikli, metal deyil. Arxa hissədən daha doğrusu görünüşü yaxşı olsa da ön hissədən görmüş olduğunuz kimi aşağı tərəfdən biraz çərçivəsi qalındır. Burada qalın çərçivəni görürük və həmçinin köhnə stildə bir ön kamera dizaynı mövcuddur. Bu da telefonun qiymətindən irəli gələn bir şeydir. 4 rəngini görürük. Biraz purple rəngi, ağ rəngi, biraz qızılı rəngi və qara rəngi mövcuddur. Və telefonun dostlar, yəni texniki detallarına dəyinəndə isə dostlar, telefon 4G-ni dəstəkləyir və telefon 2024-cü ilin avqustun 30-da istehsal olunmuşdur və telefon 204 qramdır. Sadəcə su sıçramalarına qarşı dayanıqlıdır. Ekranımız 120 Hz IPS LCD-dir və bu telefonun ekranı 600 nit parlaqlığa qədər çıxa bilir. Full HD plus bir ekran deyil, sadəcə HD plus bir ekrandır. 260 ppi-lik bir ekrandır. O qədər də yəni yaxşı ekranı yoxdur, amma qiymətinə görə dəyər. Gündəlik işlər üçün yaxşıdır. Mali G81 Ultra 12 nanometrik prosesoru mövcuddur. Bu biraz yaxşı prosesor deyil dostlar, çünki böyük bir nanometrə sahibdir və biraz isinə bilər. Ekran kartımız da o qədər güclü deyil. Yəni oyun oynamaq üçün də heç kifayət qədər performansı yoxdur. Bu arada ekranımız Corning Gorilla Glass 3 versiya şüşə ilə qorunur. Dostlar, telefonun yəni daxili yaddaşı da o qədər sürətli deyil. Sadəcə MMC 5.1-dir. Kameraları normaldır. Yaxşı günüz vaxtı yaxşı şəkil çəkə bilərsiniz bu 50 megapiksellik kamera ilə. Həmçinin 1080p 30 FPS-ə qədər video çəkir. Ön kamerası isə 13 megapikseldir. Qaranlıqda heç bir şey yaramır demək olar. 5160 mAh bateriyamız var və 18 W'lıq zaryadkanı dəstəkləyir. Qiymətinə görə bateriyası böyükdür həqiqətən. Və dostlar, telefonun Antutu benchmark halını görürük. Görmüş olduğunuz kimi, baxın dostlar, 263.167 xala sahibdir. Prosesorumuz sadəcə 77.718 xal yığa bilir və görmüş olduğunuz kimi isinmənin burada yüksək olduğunu görürük. 4 dərəcə yüksəlmə var isinmədə. Bu da yəni sizin əlinizi biraz hiss elətdirəsidir bu, nə qədər isinir. Yəni mən sizə bunu başa salmağa çalışdım bayaq. Dostlar, videodan bu qədər. Yəni bu telefon nəyə yarayır? Telefon sadəcə yəni gündəlik istifadə, YouTube, WhatsApp kimi gündəlik yüngül işlər üçün yarayır. Yəni aşağı qrafikadan oyun da oynaya bilərsiniz, amma mən bunu sizə tövsiyə eləmirəm, çünki prosesor bunu əl vermir. Dostlar, bu videodan bu qədər. Like ataraq videoya, kanala abunə olmağı unutmayın. Sağ olun.